birinci dərəcəli qan bağı olan insanlara qarşı cinsel istek hiss etmək. Başqa insanların evlərinin pəncərəsindən onların yataq otağını izləməyə çalışmaq. Bunu deyən qadın idi və əgər istəyirsənsə o bir qızda olacaq və sən də olasan. Azərbaycanda ən sıx boşanma səbəbi xəyanətdir. Salam, hər vaxtınız xeyir olsun News 24-ün daimi izləyiciləri. Reallığın izi ilə verilişimizin bugünkü qonağı həkim-psixiatr Azər Bağırovdur. Müasir zamanəmizdə psixi problemlər getdikcə aktuallaşıb. Həyatın gərgin ritmi və sosial təzyiqlər insanlarda bəzən psixi problemlərə yol açır. Elə bu gün cəmiyyətimizdə ən çox rast gəlinən psixi problemlərlə bağlı Azər Bağırovla bizim müsahibəmiz olacaq. Azər bəy, salam, hər vaxtınız xeyir olsun. Salam, xoş gəldiniz sizə. Azər bəy, ən çox sizə hansı psixi problemlərlə bağlı müraciət edirlər? Ən çox müraciətlər daha çox bizim təşviş pozuntusu dediyimiz, xalq arasında nevroz olaraq bilinir bu və depressiya xəstəlikləri ən sıx say olaraq ən sıx bizə olan müraciətlərdir. Bunların içində çox fərqli xəstəliklər də var. Yəni məsəl üçün bir nevroz xəstəlikləri qrupunun içində obsessiv-kompulsiv xəstəlik var ki, buna sayrışan hallar nevroz da deyilir, takıntı xəstəliyi də deyilir, çox sıx yayılıbdır. Panik atak məsəl üçün çox əhali arasında da çox populyardır. Ona görə də panik atak olmadıqlarında da özlərini panik atak olduqlarını düşünüb elə müraciətlər də çox olur. Bundan başqa depressiv vəziyyətlərlə, yəni depressiyanın dövrləri fərqlidir və şiddətləri bir-birindən fərqlidir. Yüngül depressiyalar özünü belə göstərir ki, işə həvəs azalır, sürəkli özünü yorğun hiss edir, istəksizlik, həvəssizlik, sürəkli uzanmaq istəyi, yuxudan doymamaq, yemək yemənin artması və yaxud da azalması, bunun kimi əlamətlərlə gedən yüngül depressiyalar olur. Bəzən isə ağır formaya gəlib çatır. Burada isə artıq həyatda yaşamaq istəyinin olmaması, yaşamanı mənasız görmə, özünü öldürmək istəmək, belə-belə hallara qədər gedə bilən bir diapazon var. Ona görə də hər xəstə bir-birindən fərqlidir, hər xəstə individualdır deyirik. Bəs müraciət edən yaş qrupları və ya cinsiyyət arasında fərq olur? Cinsiyyət bəli, qadınların lehinə üstündür. Qadınlar daha çox müraciət. Qadınlar daha çoxdur. Kişilərlə qadınlar arasında bir çox psixoloji problemlər açısından bir fərq yoxdur, statistik olaraq fərq yoxdur. Sadəcə qadınların müraciəti daha çoxdur, nəinki kişilərin. Kişilər müraciət etməkdə biraz çəkinirlər və yaxud da ki, gecikdirirlər, öz-özünə keçməsini gözləyirlər. Qadınlar isə biraz daha sağlıqlarına önəm verirlər hər halda. Onlar daha tez müraciət edirlər. Yaş qrupu əsasən 25-45 yaş qrupu arası çoxdur. Daha çox, məsəl üçün, uşaqları tərəfindən gətirilən yaşlı qruplar da var. Uşaqlar məcbur edirlər ki, uşaqlar onları gətirirlər, məcburi gətirirlər. Çünki o köhnə nəsil dediyimiz o bizdən əvvəlki nəsil, bir öncəki nəsil, onlar ümumiyyətlə psixiatrik problemlərin varlığına inanmırlar. Onların dövründə nevropatoloq var idi. Onlar psixiatra sadəcə dəli həkimi kimi baxırlar, ancaq dəli olduğunda xəstəxanada yatmır. Ona görə psixiatra getmə mövzusunda gənclər kimi məlumatlı deyirlər. Və problem artıq gözlə görünən hala gəldiyində uşaqlar məcburi götürüb gətirirlər yəni. Bəs pasientlər arasında ən yadda qalan hekayə nə olub sizə? Ən yadda qalan hekayə? Onu gərək biraz fikirləşim. Pasientlər arasında bir çox fərqli müraciətlər bizə çox olur. Yəni ümumiyyətlə bizim xəstələrin, məsəl üçün bipolyarın manik dönəmi dediyimiz bir xəstəlik var ki, o manik dönəmdə xəstələr çox rəngli olurlar. Yəni ki, çox həyat sevgiləri, həyat eşqləri daşır, o qədər çox şey olurlar. Ona görə onlar o dönəmdə çox əyləncəli ola bilirlər. Bundan əvvəl çalışdığım bir xəstəxanada pəncərəmdə bir dibçək var idi. Dibçək də çox uzun bir gül idi. Bu xarı bülbül gülünün olduğu gülün fəslindən olan bir gül uzanıb da getmişdi. Bu mənə müraciət edən şey də interyer dizayner idi, iç dizayn edən bir insan idi. Manik dövrdə gəlmişdi. Biz görüşmə apararkən o bir anda dedi ki, gül də pəncərəyə qoyular. Çox səhv bir dizayndır. Onu oraya qoymamalısınız. Bu da burada düz durmayıbdı. Bu da burada. Yəni ki, otaqda bir çox şeyi dizayner gözü ilə eleşdirməyə başladı. Yəni manik dönəmdə insanlarda şey olmur. Bu sözün yeri burada deyil olmur. Tamamilə dürüst olurlar. Nəyi necə varsa birbaşa küt deyə bilirlər. Məsəl üçün başqa bir pasiyent var idi. Mənə gəlib demişdi ki, son dönəmdə birindən ayrılmışam.
Yəni o məni tərk edibdi, onun üçün müraciət etmişdi, depressiv halda gəlmişdi və deyir ki, işdən sonra evə gedirəm, şamları yandırıram, evdə tək yaşayır, qadın pasiyent idi. Bir sevgilisi olubdu, o sevgilisi bir müddətdən sonra başqa bir qızla bir kafedə onu görübdü. Və sonrasında yaxınlaşıb ona bir dava dalaş çıxıbdı, nəysə sevgilisi. Bu qadın yaxınlaşıb. Bu qadın yaxınlaşıb ki, bu kimdir və belə elə. Dava dalaş çıxıbdı, sevgilisi onları ayırıbdı. Sonrasında yenə də axşamı görüşüblər və sevgilisi deyib ki, artıq bundan sonra belədir. Yəni əgər istəyirsənsə o bir qızda olacaq və sən də olasan. Əgər qəbul edirsənsə bu şəkildə. İkinizi də sevin. Bəli, bu şəkildə davam edək. O da mənə dedi ki, mən də onu o qədər çox sevirdim ki, bunu qəbul elədim. Və deyir ki, ondan sonra da bir 2 ay davam elədi. Ancaq ondan sonrasında yenə məndən ayrıldı. Yəni onu qəbul etməyinə baxmayaraq ayrılması onu biraz daha da pis hiss elətdirmişdi. Yəni çox dərin bir depressiya halında gəlmişdi. Bu məqamda ağlıma bir sual gəldi. Elə bəs həmin o şəxs ki, oğlan deyib ki, məsələn mən o qadında qalsın, sən də qal, ikinizi də sevim. Bəs həmin oğlanın psixi durumu yerindədirmi? Ümumiyyətlə bir insan 2 qadını sevə bilərmi? Yəni bu mümkündürmü? O bir kinoda var idi, həmişə onu misal göstərirlər ki, bir baba 2 çocuğunu sevə biliyorsa, nədən bir baba 2 qadını sevə bilir? Bu bilirsiniz necədir? Sevmək dediyimiz şey bir dərin yatırım eləmək kimi bir şeydir. Yəni bir insanı sevdiyimizdə o bizim üçün dəyərlidir, onun üçün narahat oluruq, onun üçün yaxşılığını istəyirik. Belə bir sevgidə daha çox bir nəfərə bir bağlılıq olur. Amma sevginin bir digər tərəfi də var ki, simpatiya, bəyənmə, ehtiras, cinsəlliklə əlaqəli bir hisslərin olduğu bir şeyə də sevgi olaraq adlandırdığımızda, bəli, bu çoxlu insana qarşı ola bilər. Özəlliklə kişilərdə bir neçə qadına qarşı bir simpatiya, bəyənmə, ehtiras duyğusu hiss eləyə bilirlər və cəmiyyətimiz də kişilərdə çox partnyorluluğu təşviq eləyir. Yəni kişinin əgər evlənənə qədər oğlan uşaqları, əgər çoxlu sevgilisi varsa, tez-tez sevgili dəyişdirirsə, bu ata tərəfindən də, ana tərəfindən də sanki bir fəxrlə alqışlanır, amma qızlarda bu belə deyil. Qızlarda sevgili olmaması, varsa gizlədilməsi, ola bildiyincə də az sayıda olması, bu təşviq edildiyi üçün qızlarda bu mövzuda çox sevgililiyi kimi bir vəziyyət varsa da bunu da gizlətməyə çalışırlar. Yəni bu mövzuda mənim bir kitabım var, Qadınlar da Aldadır deyə bir kitab yazmışam və burada əsas danışdığım şey odur ki, kişilər əgər aldadırsa və bizdə bu nisbətin çox böyük olduğunu deyirik, 60%, 70% bir nisbətdə xəyanət statistikası var. Xəyanət Azərbaycanda cütlüklər arasında. Azərbaycanda ən sıx boşanma səbəbi xəyanətdir. Statistik olaraq müraciətlər mənə yox. Yəni ki, boşanma üzrə müraciət ediləndə orada səbəb göstərilir. Birinci səbəb xəyanətdir. Kişilərin xəyanəti. Kişi-qadın fərqi qoymayıblar da. Amma bizim cəmiyyətimizdə elə düşünülür ki, sadəcə kişilər xəyanət edər, qadınlar xəyanət etməz. Yəni ona görə də belə bir məntiqli mən də sual verirəm ki, əgər bu kişilər bu qədər xəyanət edirlərsə, bunlar kiminlə edirlər? Yəni orada bir qrup qadın var, bütün kişilər gedib hamı onunla mı xəyanət edir? Yəni məntiq onu göstərir ki, əgər 60-70% nisbətində kişi xəyanət edirsə, buna yaxın nisbətdə də qadın xəyanət edir. Cinsi partnyorun seçilməsi mövzusunda bir çox psixi problemlər ola bilər. Biz buna cinsi sapqınlıq deyirik, pervertlik deyilir. Yəni Azərbaycanda sapqınlıq olaraq tərcümə olunur. Nələr ola bilər bunlar? Yəni ki, yönəldiyi cinsi obyektin düzgün olmaması. Bu məsəl üçün insest münasibətlər ola bilər ki, birinci dərəcəli qan bağı olan insanlara qarşı cinsel istək hiss etmək. Ata, ana, bacı, qardaş bu şəkildə bir insestöz münasibət yarana bilir. Digər bir şey ola bilər ki, insana qarşı yox, heyvana qarşı cinsi istək hiss etmək. Zoofiliya adlanır. Bu da bir cinsi pervertlik. Elə bir hadisə ilə qarşılaşmısınız? Zoofiliya hadisəsi ilə qarşılaşmamışam, amma bir çox cinsi pervertlik hadisəsi ilə qarşılaşmışam. Məsəl üçün ən sıx qarşılaşdığım şeylər voyeurizm dediyimiz bir şeydir ki, o insanlar başqa insanları izləməkdən həzz alırlar. Yəni daha çox kənd yerlərində də daha çox görülür. Gizli şəkildə başqa insanların evlərinin pəncərəsindən onların yataq otağını izləməyə çalışmaq və bu şəkildə də tutulurlar. Yəni qonşu tərəfindən tutulub döyülmə olur. Ailə artıq biabır olur, kənd yerlərində bu çox çətin bir şeydir. Bəli. Və yaxud da ki, alt paltarları zivədən
oğurlamaq kimi bir şeylər Mən ola bir bilər. filmdə görmüşdüm həmin hadisəni. Bu da yenə də o paltarlarla masturbasiya etmək məqsədi ilə edilir. Yəni belə bir pervertlik sıx görürük. Bundan başqa sadomazoxizm dediyimiz bir pervertlik forması var ki, ağrı, acı hiss etmə. Yəni vurma, döymə şəklində partnyorun onu vurub döyməsi şəklində bəli, ehtiraslanma kimi bir şey çox sıx gördüyümüz bir şeydir. Çoxlu partnyor qrup şəklində, yəni münasibətdə olmaq. Bəli, biraz daha sapqın münasibətlərdə çox sıx qarşılaşdığım formalardan biridir. Yəni hətta məsəl üçün yadıma düşmüşkən bir şeyi danışım. Bir kərəsində bir pasiyent, bir psixoloq tərəfindən yönləndirilmiş bir pasiyent mənə dedi ki, psixoloqum mənə dedi ki, bu mövzunu da sizinlə paylaşım. Mən dedim, buyurun. Dedi ki, biraz çəkinirəm paylaşmağa. Dedi, mən həyatımı fərqli bir şəkildə qazanıram. Mən dedim, necə? Biraz ətraflı izah edin. O dedi ki, mən bəzi insanlar var ki, onlar istəyirlər ki, onları aşağılayım. Bəli, yəni o mənə başa saldı ki, mənim müəyyən insanlar var ki, onlara mən bu xidməti verirəm. Bu xidmət də ondan ibarətdir ki, mən onları kəsirəm, dərisini incə kəsmək və yaxud da ki, yandırmaq və yaxud da ki, aşağılayıcı hərəkətlər eləmək. Bunu deyən qadın idi yoxsa kişi? Bunu deyən qadın idi, bəli. Kişi partnyor ondan istəyir ki, mənim bədənimi kəssin. Bəli, bunu bir xidmət olaraq, çünki o kişi o şəkildə ehtiraslanır. Yəni buna da mazoxizm deyilir. Yəni yoğun bir şəkildə aşağılanma, ağrı və bunun kimi hallar yaşayaraqdan ehtiraslanma halları olur. Və buna cinsi pervertlik deyilir. Amma bu insanları qınamamaq lazımdır. Çünki onların başqa cür ehtiraslanması mümkün deyil. Bunlar kimsəyə ziyanı olmadığı üçün ona görə heç bir qanunda onlara şey yoxdur. Amma sanki bunlar fantaziya eləyirlər kimi də düşünməmək lazımdır. Başqa cür ehtiraslana bilmirlər yəni. Bəs fantaziya məsələsinə də toxunmaq istəyirəm. Fantaziyalarla bağlı abartma kimi, məsələn, fantaziyanı abardan insanlar olubmu? Sizə müraciət eləsin ki, mən belə bir şey. Fantaziyanı abardan insanlar çox olur. Özəlliklə də günümüzdəki bu videoların çoxluğu, porno videoların çoxluğu, bunlar insanlarda çox uc nöqtələrə gedən denəmələr etməyə səbəb olur. Halbuki başa düşməlidirlər ki, bu porno bir filmdir, industriya, film. Mənim məsəl üçün belə bir pasiyentim olmuşdu. Bu burada olmamışdı, Türkiyədə olmuşdu. Onlar üçlü denəməsi eləmişdilər. Yəni üçüncü bir insanı dəvət edirlər. Özləri ər-arvaddılar və özəlliklə də kişilərdə belə fantaziya daha çox olur ki, üçüncü bir kişini öz münasibətinin içinə dəvət eləmək. Bir kişi dəvət eləmişdilər münasibətlərinə və ondan sonra bu üçlü münasibət yaşandıqdan sonra kişi etdiyi şeyin ağırlığını ondan sonra hiss etmişdi və yoğun bir peşmançılıq və özünə qapanma, depressiya halı ilə bir müddət sonrasında psixikası da pozulmuşdu. Yəni ona görə belə fantaziyaları uc nöqtəyə daşımaq çox təhlükəli ola bilər. Yəni səslənişdə o qədər təhlükəli. Doğru başa düşdüm də bu öz həyat yoldaşı ilə cinsi münasibət zamanı hansısa bir tanıdığı bir dostunu falan kimisə əslində tanımadığı bir insanı çağırmışdı. Tanımadığı bir. Elə xüsusi xidmət göstərənlər olur da yəqin. Yəqin ki olur. O qədər detayını soruşmamışdım, amma ondan sonrasında biz onu xəstəxanaya yatırmışdıq, pis vəziyyətində yatırmışdıq. Yəni hadisənin kökünü araşdırarkən belə bir şeyin çıxdığını. Sonda boşanmaya da bəlkə də səbəb olur, yəni belə hadisə. Zaten həmin insan özünü toparlayana qədər xəstəxanada yatdı. Ondan sonrasında ailə artıq zədəni almışdı. Yəni ondan sonra toparlanarmı, toparlanmazmı onu bilə bilmədik. Amma onun psixikasını toparlamaq üçün biz xeyli çalışdıq. Yəni. Başa düşdüm. Yəni ki, belə hadisələrin insan psixikasına çox dərin izləri ola bilər, yəni. Azərbaycanda elə bir hadisə olubmu ki, hansısa bir pasiyentin problemi sizi psixoloji cəhətdən çətin vəziyyətdə qoysun? Yəni demisinizmi? Əslində biz məsləhət vermirik. Ümumiyyətlə nə psixoloqlar, nə psixiatrlar məsləhət vermə, bir şey öyrətmə kimi bir şeyimiz yoxdur. Bu böyük bir problemdir, ona görə bunu vurğulayıram. Bir çox hazırda psixoloq olaraq özünə deyən və yaxud da ki, özünü psixoloq elan edən insanlar sanki insanlara həyat məsləhəti verirlər kimi bir rola girirlər.
life coach kimi bir şey eləməyə çalışırlar, amma bu psixologiya deyil. Psixologiyada biz xəstəni yönləndirmə, xəstəyə məsləhət vermə etmərik. Xəstənin iç dünyasını özümüz birinci anlamaq və ona anlatmaq. Yəni müəyyən davranışların haqqında fərqindəlik yaşasın, öyrənsin bu davranışı etdirən nədir və daxilindəki o şuuraltı dediyimiz proseslərin fərqinə varmağa başlasın. Yəni bizim işimiz bundan ibarətdir. Ona görə də heç bir zaman heç bir davranışı qınamaq, müəyyən özümüzün əxlaqi çərçivəmiz içərisində də bunu eləmək mümkün deyil. Yəni bu professionallıqdan kənar olar. Məsəl üçün deyək ki, mən homoseksuallığa düz baxmıram, deyək ki, və mənə müraciət edən homoseksual bir pasiyentimi qınasam, bu mümkün ola biləcək bir şey deyil. Başa düşürsünüz nə demək istəyirəm. Eyni şəkildə mən bir çox dindar ola bilərəm, ateist biri ilə və yaxud da ateist ola bilərəm, dindar, qatı dindar biri ilə. Bu şəkildə əgər öz iç dünyamı geridə tutmasam, onu iş prosesinə yansıtsam, professionallıqdan kənar olar və xəstəyə də heç bir faydam toxunmaz. Ona görə bizə öyrədilən ilk şeylərdən biri odur ki, özünüzün düşüncələrinizi, özünüzün iç dünyanızı özünüzdə saxlayın və bunun prosesə mane olmadığının fərqində olun.